Hə, Gəncədən adam aparırsınız da ora. Uşaqları aparıb nə verdiniz? Börəyini kəsib satırdınız. Aparıb yesin başına anlaştılar. Açırlar, bir də orqanlarını satırdınız. Eləmi? Öyle açıqlara satırlar. Hə. Bəs söz deyirəm, Gəncədən adam aparıbsan, oğruyub aparıbsanmı iş? Bir iki dəfə göstər işlərini aparmışlar. Ha tərəfdən aparıbsan? Kəndədən elə aparmışlar. Məktəbdən aparıbsan? Başqadan yox. Heydər Əliyev parkından aparıbsan? Şey eləyib, börəyini satır, sonra da öldürdünüz. Onlar hələsən edir. Öldürürdülər sonra da. İndi neçə nəfəriniz qalıb da? 3-4 nəfər olardı. 3-4 nəfər qalıb. Söz deyirəm, o arvad paltar geyinib hansı marketlərə girirdin? Liboy bir mağazin edir. Girib nəsə alırdın, yoxsa uşaq uğramaq üçün edirdin? Şah olmaq. Mağazində də uğraya bilirdinmi? O da bilir ama. Nə qədər